Mənim müşahidə etdiyim ən ciddi problemlərdən biri nədir? Cinslə manipulyasiya eləmək. Cinslə manipulyasiya eləmək. Adam gəlir statistika qoyur sənin qabağına, deyir, bax, hər sahədə ən üstün kişilərdir. Düzdür? Bunun məqsədi nədir? O cins üzərindən manipulyasiya eləmək. Yəni nə? Yəni kişi listə birinci yerdədir. Deməli biz hamımız, məntiqi xəta burada da. Deməli biz hamımız qadınlardan nəyi? Üstünlük. Fərz edək ki, listə birinci yerdə kişidir. Amma bu kişinin listə birinci yerdə olması, məsələn, şahmatda, fəlsəfədə, riyaziyyatda fərq yoxdur, istənilən sahədə. Birinci yerdə kişidir. Amma o X adlı kişinin listə birinci yerdə olması o deməkdir ki, sən də bütün qadınlardan üstünsən. Zəka cəhətdən, nə bilim, bacarıq cəhətdən, hər cəhətdən. Onun üstünlüyü sənə bunu deməyə əsas vermir ki, hamımız üstünlük. Burada manipulyasiya var. Niyə? Çünki adam travması var. Adam tutalım, ali təhsili yoxdur, savadı yoxdur, dil bilmir, bacarığı yoxdur. İki kəlmə yan-yana qoyub danışa bilmir. Qarşısında isə bir ali təhsilli xanım var. Nə bilim, Harvardda oxuyub. Sən onu bir tuta bilərsən. Princeton'da oxuyub, nə bilim, Oxfordda oxuyub. 5 dənə dil bilir. Nə biznesmendir. Cəmiyyətdə xeyri var. Cəmiyyətdə xeyri var. Və bu adam indi fərdi olaraq, individual olaraq ondan mübarizə apara bilməz. Yəni ona öz üstünlüyünü necə keçirsin? Sən mənə tabe olmalısan deyə bilməz. Yox, ümumiyyətlə ona üstünlüyünü necə keçirsin? Necə deyə bilər ki, mən sənin üstünəm? Sual verəcək. Nə cəhətdən üstünsən? Savadın, ağlın, dil biliyin, səviyyə. Hansı cəhətdən üstün? Bu burada nə edir? Məcbur. Deyir, yox, bax, bizim cins üstündür. Görsən manipulyasiyanı? Manipulyasiyanı görsən? Ha, bu olmaz. Ona görə mən həmişə bunu deyirəm, başqa podkastlarda da demişəm. Biz cinslər arası mübarizədən çox fərdlərin müzakirəsinə fokuslanmalıyıq. Yəni bu işdə fərd olaraq sən üstünsən yoxsa o. Bu daha produktivdir, daha məhsullardır. Yoxsa mənim cinsim üstündür, hər yerdə mən özümü qabağa verim, olmaz.